Yaylaqdan gələn çiçək ətri, pətəklərin ətrafında fasiləsiz çalışan minlərlə arı və şanlardan süzülərək qızılı rəng alan bal. İşğaldan azad edilmiş Ağdərə rayonunda arıçılar yay balının süzümünə başlayıblar. Uzun illər doğma yurd həsrəti ilə yaşayan sakinlər üçün bu, həm də qayıdışdan sonra qurulan yeni həyatın bəhrəsidir. Qarabağın digər rayonlarında olduğu kimi Ağdərədə də arıçılıq təsərrüfatlarında yay balının süzümü aparılır. Rayonun zəngin dağ florası, müxtəlif bal verən bitkiləri və əlverişli iqlim şəraiti burada yüksək keyfiyyətli bal istehsalına imkan yaradır. Kolataq kəndində məskunlaşan arıçı Rəfayət Musayev də bu günlərdə təsərrüfatında bal süzümünə başlayıb. Biz ata-babadan arıçılıq sənəti ilə məşğuluq. Biz 92-ci ildə Ağdərədən köçkün düşənə qədər Ağdərənin Məlikli kəndində yaşamışıq, orada arı saxlamışıq. İndi də şükür bu günümüzə gəlir. Yəni bu 33 il dövrdə biz Ağcabəddə məskunlaşmışıq. Təsərrüfatımızı Ağcabəddə genişləndirmişik. İndi də gördüyünüz kimi yenə şükür bu günə gəlmişik, yenə Qarabağ torpağındayıq, Ağdərə torpağındayıq. Təsərrüfatımızı burada inkişaf elətdiririk. Məhsuldarlıq da gözəldir, Ağdərənin təbiəti gözəl, havası, suyu gözəl, məhsulu gözəl. Hazırda Rəfayət Musayevin 300-ə yaxın arı ailəsi var. O, eyni zamanda ana arı yetişdirilməsi ilə də məşğuldur. Arı ailələrinin bir hissəsi Kolataq kəndindəki həyətyanı sahədə, digər hissəsi isə bol nektarlı bitkilərin olduğu Vəngli kəndi ərazisində saxlanılır. Arıçının sözlərinə görə bu mövsüm əldə olunan bal əsasən qara tikan, cökə, qanqal və digər dağ bitkilərinin çiçəklərindən toplanan nektardan əldə olunur. Beləliklə, Ağdərə dağlarında toplanan növbəti mövsüm balı artıq süfrələri bəzəyə bilər. Bu, həm Qarabağın zəngin təbiətinin, həm də doğma yurda qayıdan insanların zəhmətinin bəhrəsidir.